Ukrayna Milli Polisi Qisasçılar 2 adlı geniş miqyaslı beynəlxalq xüsusi əməliyyat keçirdiyini elan edib. Əməliyyat zamanı Rusiya özəl hərbi şirkətləri Wagner və Veduta aid 654 muzlu döyüşçü ifşa olunub. Əməliyyatın təfərrüatlarını Ukrayna polisinin mətbuat xidməti açıqlayıb. Hazırda Ukrayna və Moldovada eyni vaxtda 70-dən çox axtarış aparılır. Həm işdə adı keçən şəxslərin, həm də onların qohumlarının ünvanlarında Ukrayna istintaqçıları artıq muzlu döyüşçülərin cəmləşmə məntəqələrini, təlim bazalarını, hərəkət marşrutlarını və onların Ukraynaya qarşı döyüşlərə rəhbərlik edən komandirləri müəyyənləşdiriblər. Polis böyük sübut bazası toplayıb. Sənədlər, video materiallar, telefon danışıqları və şahid ifadələri. Bu sübutlar muzlu döyüşçülərin mülki şəxsləri və əsirləri güllələməsini, həmçinin beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməsini təsdiqləyir. İstintaq nəticəsində artıq 11 Ukrayna vətəndaşına qarşı ittiham irəli sürülüb. Onlar hərbi vəziyyət dövründə düşmən tərəfə keçərək Wagner və Redut sıralarına qoşulub, öz həmvətənlərinə qarşı döyüşüblər. Əməliyyatın ikinci mərhələsində Ukrayna polisi Ukraynaya qarşı döyüşən 280-dən çox xarici muzlu barədə məlumatı Beynəlxalq Polis Əməkdaşlığı Departamenti, Europolun Sena kanalı və Interpol vasitəsilə digər ölkələrə göndərib. Bu məlumat Azərbaycan, Ermənistan, Bosniya və Hersegovina, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın müvafiq orqanlarına təqdim olunub. İlk dəfə olaraq Ukrayna hüquq mühafizə orqanları xarici vətəndaşın Ukrayna Cinayət Məcəlləsinin 447-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər sübut toplayıblar. Söhbət Moldovanın bir vətəndaşından gedir. O, Wagner muzlusu kimi döyüşüb və Baxmutun ələ keçirilməsi və dağıdılmasında şəxsən iştirak edib. Bu fəaliyyətinə görə o təkcə Wagner qrupundan deyil, həm də Rusiya Federasiyasından dövlət medalı alıb. İqtisadçılar iki əməliyyatı Ukraynanın Rus muzlu döyüşçüləri tərəfindən törədilən hərbi cinayətləri sənədləşdirmək və araşdırmaq istiqamətində atdığı növbəti addım. Əməliyyatın nəticələri göstərir ki, Ukrayna xüsusi xidmət orqanları təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da səmərəli fəaliyyət göstərə bilir və dünyanın hüquq mühafizə orqanlarının diqqətini Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxslərə yönəldi. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusu sıralarında döyüşən təxminən 30 ölkədən olan muzlu döyüşçüləri məhv edib. NBC mediasına və könüllülərlə birgə apardığı araşdırmaya istinadən xəbər verir ki, Rusiya tərəfində döyüşən 500-dən çox xarici vətəndaş Ukraynada ön xəttə həlak olub. BBC qeyd edir ki, bu rəqəmlər yalnız müqavilə imzaladığı zaman Rusiya vətəndaşlığı olmayan şəxsləri əhatə edir. BBC qeyd edir ki, bu rəqəmlər yalnız müqavilə imzaladığı zaman Rusiya vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Əsl itkilərin sayı çox güman ki, bundan xeyli böyükdür. Çünki Rusiya xüsusilə pul və ya vətəndaşlıq vədi ilə döyüşə gətirilən xaricilərin itkilərini gizlədir. Məlumata görə Ukraynanın Kremlə məxsus neft və qaz istehsalını iflic etməyə yönələn intensiv dron hücumları nəticəsində son vaxtlar daha bir emal zavodu alovlanıb. Uzaq mənzilli pilotsuz təyyarələr Baltik dənizi sahilində Sankt-Peterburg yaxınlığında yerləşən böyük kondensat qaz emalı müəssisəsini vuraraq güclü partlayışlara və yanğına səbəb olub. Partlayıcı başlıqlı uçan qanat tipli dronlar Arktika və Qərbi Sibir bölgələrindən gələn təbii qazın əsas emal məntəqəsi olan Ust-Luga zavoduna hücum ediblər.
Gazproma məxsus bu mərkəz Avropanın ən böyük qaz emalı müəssisələrindən biridir və Baltik dənizi vasitəsilə Rusiya təbii qazının əsas ixrac-çıxış nöqtəsi sayılır. Açıq mənbələrin məlumatına görə Ust-Luga kompleksi tam gücü ilə ildə 45 milyard kubmetrədək təbii qaz emal edə və bundan 13 milyon ton mayeləşdirilmiş təbii qaz istehsal edə bilir. Bunun demək olar ki, hamısı ixrac olunur. Zavodun illik gücü həmçinin 3,6 milyon ton etan, 1,8 milyon ton propan-butan, eləcə də neft kimyası məhsulları, nafta, aviasiya yanacağı, mazut və dizel yanacağı istehsalını da əhatə edir. Bu vəziyyətdə dizel ixracı bir qədər artsa da, nafta və mazutun yüklənməsi azalaraq, xüsusilə Ust-Luga terminalına hücumların təsiri altında olan Baltik limanlarında ümumi ixrac həcmlərini aşağı salıb. Pis hava şəraiti də liman fəaliyyətini yavaşlatmış ola bilər. Birjalarda benzinin qiymətinin azalmağa başlaması pərakəndə və yanacaq doldurma məntəqələrindəki qiymətlərə cüzi təsir göstərəcək. Onlar hələ də yüksək səviyyədə qalır. Bununla belə, müəyyən hökumət tədbirləri qiymətləri bu səviyyədə sabitləşdirib. Hazırda Rusiya yanacaq bazarında korreksiya, yəni qiymətlərin geriyə çəkilməsi müşahidə olunur. Bu da topdan satış benzin qiymətlərinin dəfələrlə tarixi maksimuma çatmasından sonra baş verir. I92 markalı xam benzin bir gün ərzində 3%-dən çox ucuzlaşaraq tonuna görə 71.750 rubl olub. Traderlər qiymət azalmasını mövsümi tələbatın azalması və bəzi zavodlarda texniki baxımdan sonra təchizatın artması ilə izah edirlər. Lakin Bloomberg agentliyinin Vortex-a məlumatlarına istinadən bildirdiyinə görə, sabitləşmənin başqa səbəbləri də var. Oktyabrın ilk 26 günü ərzində Rusiyanın dəniz yolu ilə neft məhsulları ixracı orta hesabla sutkada 1.890.000 barel təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 2 milyon barel, 2022-ci ildə isə 2,3 milyon barel idi. Oktyabr göstəricisi hər il azalmaqdadır. Lakin əvvəlki 3 ildə bu azalmanı adətən növbəti aylarda ixracın artımı izləyib. Bloomberg qeyd edir ki, oktyabrda dizel ixracı bir qədər artsa da, nafta və benzin ixracı o qədər aşağı olub ki, Rusiya neft məhsulları ixracında 2-ci Dünya müharibəsindən bəri ən aşağı səviyyəyə düşüb. Agentlik bu azalmanın səbəbi kimi Ukraynanın Rusiya neft emalı zavodlarını dron hücumlarını, Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqı sanksiyalarını, həmçinin son günlərdəki əlverişsiz hava şəraitini göstərir. Hazırda Rusiyada 2025 ilin sonuna qədər benzin ixracına qadağa qüvvədədir. Dizel yanacağının daxili tədarükü yalnız emal müəssisələrinə icazəlidir. Hələlik dizel ixracı nisbətən sabit qalır və əsasən Türkiyə və Afrika kimi yaxın bazarlara göndərilir. Bu, Bloombergin bildirdiyinə görə sanksiyalar tam qüvvəyə minmədən çatdırılmaların mümkün olduğu bölgələrdir. Son aylarda Ukrayna Rusiya enerji obyektlərinə hücumlarını intensivləşdirib. Uzaq mənzilli dronlardan istifadə etməklə Rusiya ərazisinin dərinliklərində yerləşən neft ayırma zavodlarını və yanacaq anbarlarını hədəfə alır. Kiyev bu əməliyyatların Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirir.